Köhnə şeir. Müəllif Pərvanə Bayramqızı. Şeiri səsləndirdi Yunis Qaraxanlı. Şeir də köhnələrmiş. Bir nəfəsə geyinilən nimdaş paltarlar kimi şeir dəvdən düşərmiş. Köhnəlmiş paltarları alırsan bir-bir ələ, bəyənmirsən, atırsan. Bəzən bəxşiş verirsən, bəzən ucuz satırsan. Şeir isə satmaq olmur. Şeir isə satmaq olmur. Nə qədər incisən də övladı atmaq olmur. Övladı atmaq olmur. Oxunmayan şeirlər elə yetimdir, qayğısına qalan yox. Küfür bir insan kimi üzünə də baxan yox. Amma nə qədər köhnə olsa, nə qədər küfür olsa, şeir elə şeirdir. Şeir elə şeirdir. Kəlmə-kəlmə yaranır. Ruhu dərbədər olur. Bəzən əlinə enib bir ovuc sözə dönür. Ətrafı unudursan bir şeiri yazan zaman. Nə qədər dərd udursan. Köhnəlmiş şeirlər də bizdən bir nişanədir. Bəlkə əlavəniz var. Köhnə şeir daha nədir? Bəlkə əlavəniz var. Köhnə şeir daha nədir? Köhnə şeir daha nədir? Nədir?